Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın Zvartnots, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib. Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın Zvartnots hava limanındadır. Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sənəddə vəziyyətin gərginləşdirilməsi qəti şəkildə pislənilib. İlkin məlumata görə iyunun 13-də İsrailin İrana hücumu zamanı 78 nəfər həlak olub, 329 nəfər yaralanıb. Bu barədə məlumatlı mənbəyə istinadən Fars agentliyi xəbər verir. İsrail isə hücumlara davam edir. Azı 20 yüksək rütbəli İran komandiri öldürülüb.